İndi isə sizlərlə Dövlət İmtahan Mərkəzinin martın 9-da 11-ci siniflər üçün keçirdiyi buraxılış imtahanının mətn suallarına baxaq. Birinci mətnimiz 1 ilə adlanır. Birinci sual. Mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri. Mətni oxumusunuz, mətnlə tanışsınız. Ona görə birbaşa keçək suallara. 1. Universitetə daxil olmaq üçün bilik kifayət etmir. Xeyr, o bilikli idi, çünki onun həm müəllimlər, həm də tələbə yoldaşı, sinif yoldaşları onun savadlı olduğunu deyirdilər. Bu hissədə verib ki, müəllimlər, sinif yoldaşları, yoldaşlarını eşitdiyim Fuad məşhur riyaziyyatçı olacaq sözlərini də unutmağa başlamışdım. Deməli, o savadlıymış. Bizdən doğrunu soruşduğu üçün bir yanlışdır. 2-yə baxaq. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. O heç imtahana getmir. İmtahana getməmişdi. Ona görə də imtahandakı uğursuzluq sözünü deyə bilmərik. Burada fikir versə, burada yazıb. Anamın sözlərinə fikir verməyərək qəbul imtahanlarına getməmişdim. Ona görə 2 də yanlışdır. 3-ə baxırıq. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdu. Düzdür, deyir ki, burada qocaman Usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrədirdilər. Usta Səlim məni son beşiyim adlandırırdı. Dərdimi, sərimi diqqətlə dinləyir, mənə öğüt verirdi. Deməli, ondan səmimi münasibət qurmuşmuş. 3 doğrudur. 4-ə baxaq. İşin incəliklərini öyrənir. Burada da verib ki, işin incəliklərini mənə öyrətdilər. Həm Usta Səlim, həm də digərləri işin incəliklərini ona öyrədir. Deməli, doğru da düzdür. 3 ilə 4 C variantı. 41-ci sualda doğru cavab C variantı. 42-ci suala baxaq. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Birinci boşluğa baxaq. Boşluqların yerini doldurmaq üçün həmişə ondan yuxarıdakı cümləni, bir də aşağıdakı cümlələri oxumaq lazımdır ki, orduna uyğun, boş yerə uyğun fikir tapmaq olsun. Briqada yoldaşlarım, qocaman Usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrədirdilər. Burada artıq yenicə işə başlamışdı o. Orta məktəbi qurtarmışdı. İnstitutda qəbul imtahanına getməmişdi. Zavodda işə başlamışdı. İşə başladığın üçün burada yazır ki, artıq zavodda işlədiyim bir neçə gün idi. Ona görə birinci 2-ni yazırıq. Birinci bunu yazırıq. 2, sonra o birisi boşluğa baxaq. Son vaxtlar heç özünə oxşamırsan usta, dedim. Mən çoxdan özümə oxşamıram, oğul. Qabaqki kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. Həmin buradakı cümlə uyğun gəlir. Çünki deyir, görürsən, heç əlimə açar da almıram. Deməli, barmaqları sözünə baxmır ki, əlinə açar da almır. Ona görə 4-cü cümlə. Sonra o birisi boşluq. İşdən çıxacam. İstəmirəm qulağım eşdə-eşdə bu kişi nə vaxt gedəcək desinlər. Ustanı bu yoldan çəkindirməyə, təşəbbüs göstərməyə mənasız olduğunu düşünüb susdum. Həminki boşluğa onun əzabını, ağrısını, artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Ona görə bir uyğun gəlir. Sonuncu boşluğa baxaq. Bu bircə ildə çox şey öyrəndim. Həyat məktəbi keçdim. Möhkəm, zəif, saf adamlarla münasibət qurdum. Əsl kişilərlə çiyin-çiyinə çalışmağı, işləməyi öyrəndim. Ən əsası, öz yerimdə olmağı öyrəndim. Burada ən çətin, böhranlı vaxtlarımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət hissi aşlayan insanları tanıdım. 3 uyğun gəlir. Ona görə 2, 4, 1, 3 C variantı 42-ci sualda. 43-ə baxaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə məlumat var, bir də mətndə məlumat yoxdur. Müəllimləri Fuadın gələcəyi ilə bağlı yüksək fikirdəyidilər. Bayaq dedik ki, burada yazıb ki, Fuad məşhur müəllimləri
deyir, sinif yoldaşları deyir ki, Fuad məşhur riyaziyyatçı olacaq. Bir doğrudur. 2-yə baxaq. Fuad zavodda maşınqayırma sahəsində işləyirdi. Fuad zavodda işləyirdi, amma maşınqayırma sahəsində olduğu o haqda mətndə məlumat yoxdur. 2-yə baxaq. Fuad zavodda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu Fuad əvəz edəcək. Bəli, ona aid bir fikir var idi mətndə. Nə vaxtsa deyir, fikirləşdim ki, məni səndən əvəz edəcəksən. 4-ə baxaq. Mətndə məlumat yoxdur. Fuad ailənin yeganə övladı deyil. Fuadın ailənin yeganə övladı olmağı haqqında məlumat. Biz bunu hardan bilirik? O demir ki, mətndə demir ki, yeganə övladıdır yoxsa yox. Amma sadəcə biz özümüz mətni oxuyanda görürük ki, deyir ki, anam qardaşımla məni tək böyütmüşdü, çox çətinliklər görmüşdü. Yəni bu fikri əsasən deyir onu. Beşə baxırıq. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Burada usta deyir ki, getmək istəyirəm. Amma ustanın gedişindən sonra kimsə onun yerinə keçir. Belə bir fikir yoxdur. 5-ə baxırıq, 6-ya baxırıq daha doğrusu. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Burada ancaq mətni danışan, mətnin qəhrəmanının onun haqqında fikirləri var. Digərlərinin yoxdur. Ona görə bu fikir mətndə yoxdur. 43-cü sualda 1, 3, 5, 6 doğru cavabımız D variantı. 44-cü sual. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun deyil? Mətndə üzərində rəqəm yazılmış sözlərdən biri israrı. İsrarın adı. Sonra bir sözləri tapaq, sonra deyək. Sonra ikinci söz hüzün sözüdür. Burada verib hüzün sözü, israr sözü, daha sonra qıvraq, yəni cəld, bir də ovqatı, halı, əhvalı. İsrar da təkid etmək deməkdir. Baxaq görək bunlardan hansına aid cümlə yoxdur. Almurad çevik hərəkətlə, çevik orada var idi, qıvraq sözü var idi. Hərəkətlə qalxıb ata mindi. A var. B-yə baxaq. Müğənninin səsi insana kədər gətirirdi. Mətndə hüzün sözü var idi. Onun cavabıdır. Qarşılığıdır daha doğrusu. C variantı. Əhvalının xoş vaxtında əhvalı ovqat sözü var idi. Bu ona uyğundur. Rəisin təkidinə, təkid də israr sözü var idi. Birinci olan ona uyğundur. Rəisin təkidinə baxmayaraq şinelini götürmək istəmədi. Y variantı. Zavod sanki canlanmışdı. İntensiv iş gedirdi. İntensiv ardıcıl gedir, dayanmadan gedir. Buna aid bir söz yox idi. 44-də doğru cavab Y variantı. 45-ci suala baxaq. Mətndə əsasən səbəbini müəyyən etmək mümkün deyil. 1. Ustanın işdən getmək istəməsinin səbəbi o mətndə var idi. Deyir ki, artıq qocalmışam, əllərim sözümə baxmır, qınaq yeri olmaq istəmirəm. Bu var. 2-yə baxaq. Ananın işdən çıxmasının səbəbi mümkün deyil. O yazır ki, işdən çıxmışdı, amma niyəsi, səbəbi göstərilməyib. Fuadın zavodda işləmək qərarı. Fuad deyir, anam bizi tək böyütmüşdü, anası işdən çıxmışdı. Ona görə də anasına kömək eləmək istəyirdi. Bu var idi. 4-ə baxırıq. Ananın övladlarını tək böyütməsinin səbəbi mətndə yoxdur. 4-ü də götürürük. 5. Fuadın öz işi ilə bağlı məmnuniyyəti. Məmnuniyyəti bu var. Nəyə görə? Çünki gözəl insanlarla qarşılaşmışdı. Səmimi, mehriban insanlarla qarşılaşmışdı. Mətndə olmayan nə idi? 2 ilə 4. B variantı. 46-cı sual. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edin. Əvvəlində işarə qoyulmuş sözlər bu qulağımdan girib, o biri qulağımdan çıxırdı. Biri budur. Bu nə deməkdir? Yəni heç kimi vecinə almamaq. Siz buraya yazarsınız. Heç kimi vecinə almamaq, heç kimi əhəmiyyət verməmək. Yəni sözləri vecinə almır, sözlərə əhəmiyyət vermir. 46-cı sualda onu yazın. Üçbucağın yerinə. Sonra kvadrat gəlir. Uçmağa qanadım yoxdur. Uçmağa qanadım olmamaq, çox sevinmək. Çox sevinmək deməkdir. Sonra dairə, həyat məktəbi keçdim. Həyat məktəbi təcrübə qazanmaq deməkdir. Yəni təcrübə qazandım. Dairəyə də təcrübə qazanmaq yaza bilərsiniz. Və s.
Sonra 47-ci sual. Mətnə əsasən cədvəli tamamlayın. Uşaqların dediyinə görə, imtahanda iştirak edən abituriyentlərin dediyinə görə, burada hadisəni nəql edən şəxs yazıb. Hadisəni nəql edən şəxs, yəni əsərin qəhrəmanı, bir də onun xüsusiyyətləri. Hadisəni nəql edən şəxsə orada xüsusiyyətlərinə xeyirxahlıq yazıb, xeyirxahlığın əsaslandırılması tələb olunub. Biz nəyə görə deyə bilərik ki, hadisəni nəql edən şəxs xeyirxahdır? Nəyə baxaq orada? Burada deyir ki, bunu iki şeyə götürə bilərik. Bir deyir ki, anama dəstək olmaq istəyir. Anasına xeyirxahdır, qayğıkeşdir, anasına dəstək olmaq istəyir. Çünki deyir, anam bizi tək böyütmüşdü. Bir ona görə götürə bilərik. Bir də Usta Səlimə qarşı münasibətində onun xeyirxahlıq var. Usta Səlimə qarşı münasibətində. O, Usta Səlim gözündə deyir, dərin hüzün var idi. O, Usta Səlimə dəstək olmaq istəyir. Qoca usta, bəs mənə, qoca usta düz gözlərimin içinə baxaraq dedi, sən bura adamı deyilsən. Deməli, burada qoca ilə, Usta Səlim ilə onun danışığı var, diyaloqu var. Usta Səlim getmək istəyir, amma bu istəmir ki, getsin. Nəql edən şəxs, hadisənin qəhrəmanı istəmir ki, o getsin, ona dəstək olmaq istəyir. Bu hissədə deyir ki, Usta Səlim istəyir ki, artıq qocaldığını anlayır, kiməsə yük olmaq istəmir, getmək istəyir zavoddan, işləmək istəmir. Hadisəni nəql edən şəxs, yəni hadisənin qəhrəmanı qoca ustaya istəmir getsin, dəstək olmaq istəyir. O istəmir ki, oradan getsin. Deyir ki, açar nə lazımdır? Usta, məsləhətin bizə bəsdir. Sənin bacarığın, təcrübən kimsədə yoxdur. Yəni, o ona arxa olmaq istəyir. Təskinlik vermək istəyir daha doğrusu. Bir də orada xeyirxahlığı yazdıq. Bir də orada əlavə olaraq özümüzdən bir dənə boşxana deyir verilmişdi. Həmin boşxanaya bir dənə özünüzdən, abituriyentlər özləri bir xüsusiyyət yazıb, sonra onu əsaslandırmalıdırlar. Hadisəni nəql edən şəxsə biz yaza bilərik, biliklidir. Bura bir dənə də bilikli yaza bilərik. Xeyirxahlığı yazmıram, çünki onlar yazıblar özü, cavab kartında var. Biz bura əlavə olaraq bilikli yaza bilərik. Nəyə görə bilikli yazırıq? Onun əsaslandırması. Çünki mətndə deyir ki, bayaq buna hansısa sualın birində toxunmuşduq. Deyir ki, sinif yoldaşlarım, müəllimlərim onu deyir, Fuad məşhur riyaziyyatçı olacaq deyirlər. Yəni, buradan görülür ki, o biliklidir. Eyni zamanda Usta Səlim də deyir ki, sən alim olacaqsan. Bu fikirlərə görə deyə bilərik ki, o biliklidir. Açıq suallar uşaqların yadında nə qalıbsa, ona əsasən deyirik. Yəni, konkret dəqiq cavab kartını biz görməmişik. 48-ci sual. Mətnə əsasən Eyler-Verin diaqramını doldurun. Yenə uşaqların dediyinə görə burada ana obrazı, bir də Usta Səlim obrazı verilib Venn diaqramında. Anaya 1, 2, ortağa 3. Deməli, 1, 2 anadır. Sonra Usta Səlim var. Ortağa 3, 4 ilə 5. Səhv eləmiriksə, burada Usta Səlim aid olan xüsusiyyətlərdir. Deməli, anaya nə yaza bilərik? Anaya yaza bilərik qayğıkeş. Anaya yazırsınız. Mən burada yazmağa yerim yoxdur. Siz yazın qayğıkeş. Qayğıkeş yaza bilərsiniz. Sonra övladlarını tək başına böyüdür. Övladlarını tək başına böyüdür yaza bilərsiniz. Usta Səlimə nə yaza bilərik? Təcrübəli. Təcrübəlidir. Sonra bacarıqlı. Daha sonra eyni zamanda deyirik, mən heç kimə yük olmaq istəmirəm. Deməli, bu fikirdən görürük ki, Usta Səlim eyni zamanda minnət götürən deyil. Heç kimdən minnət götürmək istəmir. Bu fikri də buraya yaza bilərsiniz. Sonra ortağa nə yaza bilərik? Hər ikisi
hadisənin qəhrəmanından təhsil almağını istəyir. Onu da ortağa yaza bilərsiniz. Yazın ki, hər ikisi əsərin qəhrəmanından təhsil almağını istəyir. 49-cu sual. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Aforizmini mətnlə əlaqələndirərək fikrinizi yazın. Bu fikir mətnin qəhrəmanına tam uyğundur. Nəyə görə? Mətnin qəhrəmanı əvvəlcə olduğu mühitdə qalmaq istəsə də, ustanın ona alim olacağını deməsi onun fikrini dəyişdirir. O öz yolunu tapır və gələcəyini daha aydın görməyə başlayır. Ali məktəbə qəbul olaraq eyni zamanda səmimi, mehriban insanların arasında əsl kişi ilə çiyin-çiyinə çalışmağı, işləməyi öyrəndim. Deməli, artıq bu xüsusiyyətlərə görə deyə bilərik ki, əsərin qəhrəmanı həyatda öz yerini tapır və əsl xoşbəxtliyə çatır. 50-ci sual. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Altından xətt çəkilmiş cümlə: İndi mən anama dəstək olmaq istəyirdim. O, qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Burada, məsələn, hansı sözə, məcazi mənalı cümləyə istənilən bir söz artırmaq olar. Məsələn, ana sözünə məcazlar artıra bilərik. Nə yaza bilərik? İndi mən hər əzaba sinə gərən, dözümü dağlar qədər uca olan anama, belə yaza bilərsiniz. Hər əzaba sinə gərən, dözümü dağlar qədər uca olan anama dəstək olmaq istəyirdim. O, qardaşımla məni tək böyütmüş və çox çətinliklər görmüşdü. Cümləni bu cür zənginləşdirə bilərsiniz.